Salam əziz dostlar, mən Çingiz Pəhlivan. Deməli, uşaqlar yazdı ki, Çingiz Pəhlivan keçən dəfə TikTokdakı pəhlivanlardan video çəkmişdin, yenə video çək. Elə qarşıma çıxanları sizə göstərəcəm əziz dostlar. Dedim, baxaq, analiz eləyək, görək, nə qarırlar, nə edirlər, nə iş görürlər. Mən də bir pəhlivan kimi baxacam, rəy verəcəm, yəni nə bacarırlar. Deməli, qabağıma belə bir adam çıxdı. Sözün açıq tanımıram kimdir bu. Yaşar Səlimov yazılıb. Sverlonu götürür. Aha. Bu Sverlo videosunu mənə çox atıblar ha dostlar. Həqiqətən. Aha. Sverlon bükəlir əskiyə, əysiyə. Aha. Başına da şey keçirdi. Aha. Aha. Dayda nə var? Aha. Aha. Mən maraqlı olan odur ki, indi bu video deyansın sizə deyəcəm. Mən çox maraqlıdır. Yəni bilmən bilirsiniz necə dostlar? Mən yalana düzəm də. Fikir verin. Yəni yalan danışırsa mən bunun yalan danışmır ha. Bu adamı mən tanımıram. Burası videosunu görürəm. Sadəcə olaraq o Sverlo barəsində deyəcəm. Aha. Dayda. Çox əsəbi daydaya oxşayır. Yaşar dayı çox əsəbidir. Belə evə baxanda bilinir ki, kənd evinə oxşayır. Kənddə qalır dayda. Ya bilmirəm nə var. Dayı dişlərin zadın da ağzında qalmır. Vallahi. Nə varsan sən? Aha. Aha, qırdı. Qırdı. Sverlon qırdı. Bildik dayı. Deməli, keçər bu Sverloya dostlar. Günü bu gündə Azərbaycanda TikTok pəhlivanları, yəni nəyə görə TikTok pəhlivanları deyirəm? Çünki bunları mən görməmişəm ki, bir pəhlivan meydanında çıxış eləsinlər, bir əsl pəhlivanların yanında güc göstərsinlər. Ancaq bunlar TikTokda, o elmin var ya, o özü də TikTokerdir, TikTok pəhlivanıdır. Yəni, TikTokda video çəkmək olar, yəni sən gəl bir əsl pəhlivanların yanında güc göstər sonra. Bunlar çoxsu təkəbbürlü adamlardır. Bunlar öz aləmlərində zapadla bilirlər ki, mən gələrəm bu günlərim hansısa pəhlivanın yanında güc göstərəm. Əslində zapadla yox, zadniyə atırlar, qorxurlar. Mən bunun haqqına girməm, bu kişini tanımıram, adım biləm ki, Yaşar Səlimov videosu çıxdı. O ki, qaldı Sverloya, əgər bir Sverlonu insan əyib qırırsa, sıçalar o Sverlonun içinə, mən də başqa işlə demirəm. Yəni, insan gərək dəryakəsi olmaya, ya dünya görüşü olmaya, ya çox savadsız olasan ki, inanasan. Yəni, Sverlo da, amma o geydirmə Sverlo'dur. Orijinal Sverlo heç vaxt, yəni, əyib qırmaq mümkün deyil də. Mən Sverlo görmüşəm, beton kimi olur, dəbətmək olmur. Sonra, keçdik buna. Aha. Bu kişi mənim qabağıma çox çıxır. Bütün günü ancaq rəqs edir. Ağzında gir, qalxızır. Nə yazıb? Ədeva ilə çağırdığım pəhlivan. Bu ilə məzələnirlər ancaq. Bunun videoları çox sıxıcaq. Bu ilə ancaq məzələnirlər. Məsələn, bu da getdi. Bu ucarda qalır, adı Ruslandır. Gözündən armatura etdi. Fikir verdiniz dostlar. Çox güclüdür. Ay Ruslan, get daş qaldır, nə bilim, get elə bir şey çəki qaldır günən ki, deyim, hə, halaldır. Qoşulmusan Sonan uşaqlarına, Allah'a and olsun. Bir sən də Sonan uşağı kimi deyirəm, o dostum var o, Haydar ona. Elə eyni ağılda adamlar süpərəkədə and olsun. Elə eyni ağılda da video çəkirsiniz, eyni kivizə jaket cins şalvarda düşün, zala girirsiniz, nə bilim, mən sizə nə deyəcəm. Bu da Seyhun pəhlivandır, Astaradandır. Zəncir qırır. Oy. Bir dəfəyə qırdı zənciri. Bir də baxaq buna. Zəncirə bax.
Halal olsun. Halal olsun. Çox çətin nömrələr göstərirlər dostlar. Yəni həqiqətən çox çətin nömrələr göstərirlər. Deməli dostlar, bundan danışım. Deməli Mahirdir, Mahir pəhlivandır, Astaradandır. Əvvəllər deyirdilər ki mənə, bəs özü demişdi, birinci demişdi ki mən Belarusiyada sirkdə işləmişəm, nə bilim o yan bu yan. Mən də çıxdım Sivyaza, qardaş, Belarusiyada yaşayan Azərbaycanlar, tanışlarımız, bilişlərimiz var da, yəni Çingiz hər yerə xodum var, temboy sirkavoy sferada. Dedilər, yox, bu nə sirkdə işləyib, bu bazarda işləyibdir, nə sözüm onda deyil. Sonra bir gün başladı bu, dişində amortizatorun ştokunu sındırdı, maşının amortizatorunun ştokunu dişində qırdı. Aram yaxşı idi bu ilə, salam sağ ol, tuda suda. Ondan sonra bilirsiniz necə gözümdən düşdü də. Yəni bunu uşaq eləyər, paçan eləyər, yəni deyəsən yox. Ağsaqqal adamdır. Bilirəm, başa düşürəm, tanınmaq istəyir, populyar olmaq istəyir. Yəni populyar olmaq üçün gərək yalandan hökmən yalan eləmə də. Bir düzgün video çəkginən ondan sonra deyərəm halaldır. Bir söz də deyəndə girir bunun özünün adamları deyir, sən bir nəfəsindən putulkanı sındırdın. Mən nəfəsimlə putulkanı sındırdım, mən onu necə eləyirəmsə, mən sizin kimi demirəm ki, mən deyirəm gətirin putulkanı verin mənə, mən onu sındıracam. Ağzımda daş var, ağzımda nə bilim nə var, o mənim problemimdir də qardaş. Sənə nə lazımdır? Mən ağzını tuturam, əlimi sən əlinlə belə tut, mən əlimi vurmayacam onu. Əlimi belə tutacam, neyəcəm, eləyəcəm də, fakt sındırıram. Amma mən sənə Mahir pəhlivan gətirib o amortizatorun ştokunu verim, Qalenvagenin, ya nə bilim elə ən zəif maşinlədir, Zaporojinin. Sən onu qıra bilərsən dişindən. İnsan amortizatorun ştokunu dişinlə qıra bilər. Ondan sonra dostlar nəsə gözümdən düşdü. İndi video çəkib, indi buna bax, çıxıb qabağıma. Mənə blok edib özdə TikTokda. Gördüyünüz kimi, qara mismar. Baba, heç də demə, mismarın ortasına diqqətdən baxın. Gördüyünüz kimi, Bax, yaxınlaşdıram dostlar. Mismarın əyilən mismar heç vaxt belə bu şəkildə əyilmir, yumru şəkildə əyilir. Yəni, nəsə bir dəmirə əyəndə o avalni şəkildə əyilir. Beləsinə iti şəkildə əyilmir. O iti şəkildə onda əyilir ki, o yananda, dəmir yananda. Deyir ki, qara mismardır. Valla mənim 37 yaşım var. İndi abunəçilərdən burada yaşda çox olan varsa desin, qara mismar görmüşsünüzsə kommentariya yazın. Qardaş, qara mismar Zavatskoy dəmirin qarası olur. Götürün mismarı yandırırlar, sonra da kraskalıyırlar ki, yanıq bilinməsin. Dişində mismar əyir. Allaha and olsun, mən sənə gətirib 2 dənə mismar, belə Mahirə deyirəm buradan, əgər razısansa, mən zəng vururam, mənim adamım gəlsin, sənə gətirsin 2 dənə 200-lük mismar versin onun dişində. Əyə bilərsən sən onun dişində? Yox, əyə bilmərsən. Necə onu sən əlində, nəinki sənin yaşadığın teritoriyada, ümumi teritoriya var ha, orada 2 dənə 200-lük mismarı əyə bilən olmayacaq. Olmuşam da qardaş, mən Astaraya gəlmişəm də, bot da gətirmişəm ora, video çəkmək üçün, reklam üçün, mismar da gətirmişəm ora, mən bilirdim ki, mənə gəlib yaxınlaşacaqlar. Mən cəmaata vermirdim, o boynu yoğun eydər kimi çatana mismar verməmişəm. Mənə yaxınlaşıblar, deyiblər bizi əymək istəyirik, vermişəm, heç dəbərdə bilməyiblər. Mən olmuşam, çox yerdə olmuşam. Kitayski boltu, Kitayski dəmir dümürlə ancaq videolar çəkirlər. Nəsə, davam edin. 4 dənə 200-lük mismar. Magneti vurur və bilirik də şeydir. Özə deyir, qara mismardır deyir. Özə mismarın papağı niyə qara olsun? Əgər bunu taxtiyə vuracaqlarsa, kraska gedəcəksə, zavod gicdillaqdır, götürsün mismarı kraskalayıb bıraxsın. Yox, ikisini götürdü. Adi mismardır, yandırıbdır, sonra kraskalayırlar, dişində əyməkdən ötürü. Tanıdığım gündən də deyir ki, Almaniyaya gedəcəm dünya rekordu qırmaq. Elə dünya rekordunu qırsansa Azərbaycanda qır da. Bayaqki videonun davamıdır. Nəsə iş keçdi bir tərəfə. Görək bu nədir? Aha. 24, 24, 48, 51.
Mən bir rimel taxmıram. Mən maraqlı olan bir söz nədir? Burada bir dənə saxlayaq. Ay Mahir Pəhlivan, elə haçan baxıram, deyirsən ki, mənim dişim dəmirdir, siz əski ilə əyirsiniz, nə bilim, mən dəmir çənəyəm, siz əski ilə eləyirsiniz, mən əskiz. Yaxşı, bu stolda 2 dənə giri qoyub əski ilə niyə qaldırırsan? Mənə çox maraqlı gəldi. Onun elə dişin dəmirdirsə, sən onun əski ora niyə qoyursan? Elə buram taxtdan qaldır da. 48 kilo. Dəmir çənəsənsə, mən yenə də deyirəm, əgər çənən dəmirdəndirsə, 178 kilo giri yerdən üzmüşəm, eləsinə üz. Bu nə var deyə bu iş görmədim deyəm. Aha, 1 saniyə. Dəmir çənə iş. Özünüzə aldadırsınız, elə bilirsiniz. Sizinizi heç kim aldada bilməz. Aha, yenə bu kişi çıxdı deyəm. Nə varır bu? Səncən bu nə varır? Bu Yaşar kişi nə varır? Ay Yaşar kişi, bugün saqqalın ağarır. Allah, sən bu pəhlivanlıq eləyən vaxtın deyil, Quran haqqı. Allah'a and olsun, sən ağarırsan, nə eləmək istəyirsən? İdman sağlamlıqdır. Valla mən prosta çatmır, nə eləmək istəyir bu kişi. Girometləri düzür üstdə deyəm. Aha. Ədə qoy da, o izə fırlayır, bu izə fırlayır. Bildikdə Priselin xəttin kəsinin üstü görünməsin. Qoy orada, bu nətər adamdır, səbrim çatmır bunlara. Baxanda əsəb keçirdirəm, Quran haqqı. Bax, Allah'a and olsun, əsəb keçirdirəm. Aha, əysini qoydu. Nə varacaq indi bu? Bunu yağın yumruqla qırmaq istəyir. Bu nədir? Bu nə vardır bu? Aha, ağzına kağız qoydum. Neynir bu? Allah, görmədiyim nömrələri görürəm. Aha. Ay deyən, bu deyəsən başınla qıracaq. Hoppa. Oy da. Ay, nə bilim. Vallahi ağsaqqal, sən həqiqi deyirəm. Yəni o daşdan sonra çox eləmə ki. Vallahi pensiya verməyəcəklər. Mən adam tanıyıram ki, həqiqi başdan xarabdır, nə qədər gedir pensiya çıxa bilmir. Sən yaqın pensiya çıxmaq istəyir. Yaqın pensiya almaq istəyir. Bu da ki, bunun adını mən qoymuşam da, boynu yoğu neydər. Çürüyüb başını qaldırır, nə bilim, adım pəhlivan qoyub. Bu nə varır bu, bu neynəyir, bu nə deməkdir, hə? Çalar ağzınıza, heç nə demirəm. Başqa heç nə demirəm. Allah da əsəbləşirəm. Yəni, sonra mənə deyirlər ki, valla pəhlivan sənəti, yəni bu qədərlə yəni, düşüklük olmaz da qardaş. Güc qaldır, silavoy göstər, açıqlama ilə göstər, cəmaatın içində göstər. Ancaq bunlar TikTokda pələngdirlər də, nəsə. Dedim, video çəkim, siz də görün, mən də danışım. O ki qaldı, yenə də deyirəm, mən o kommentdə elminin üzərində, mən nəinki məni, Azərbaycanda çox olan elmini çağırıbdı meydana, elminə qalanda, elmin heç vaxt meydana çıxmayıbdı. Elmin ancaq televiziya, TikTok belə yerlərdə güc göstərir. Mən demişəm, deyəcəm, haçan o görüşər Azərbaycanın ən güclü adamı Strogman, Aydın Hümbətovla, orada gücün çıxardar, gücün sınıyar, ya da gedər Azərbaycanın ən güclü ştanq qaldıran Razim Hüseynovla görüşər. Yəni, eyni çəkidə olan adamlardır. Hələ onların ikisinin də çəkisi elmindən azdır. Orada bir güc göstərər, Allah'a and olsun, ondan sonra lazım olar, mən video çəkərəm. Deyərəm, ay millət, üzr istəyirəm, bu kişinin həqiqətən gücü var. Onun gücü, deyirsiniz, güclüdür. Bizim millət, qardaş, bədənin yekəliyinə görə dəyər, qiymət verir. Yekə düşər bu pəhlivandır. O qədər elə yekələr olubdur. Mən yekələr olub, mənim bir dənə barmağımı aça bilməyiblər. Mənim 37 yaşım var. Hələ indiyə qədər nə qədər yerlərdə olmuşam, nə qədər güclü adamlar olub, nə qədər powerlifterlər olub ki, çempion olan powerlifterlər mənim bir barmağımı aça bilməyiblər. Yəni o boyun yekəliyi ilə deyil, mənə fərq eləmir. Mən indi Meksikadayım, Allah haqqı mən Azərbaycanda veçin demişəm, elminə Çiviyazada çıxıblar, elmin meydana çıxmayıbdır. Nəsə dostlar, kanala abunə olun, izləməkdə olun, belə videolarım maraqlı olsa yenə də çəkəcəm. Əsas odur ki, sizə maraqlı olsun.